Əlbəttə sizə də faydalı. Tamam. İlk öncə gəlin baxaq, sizə görə imtahan nə deməkdir? Bir iki nəfərdən fikir alaq. Ondan sonra keçid alaq. E, Kimsə buyursun fikrini söyləyə bilər mi bununla bağlı ki, ona görə imtahan nə deməkdir? Mən başlayım istəyirsiniz. Mən Buyurun. biraz yəni bəlkə də həyəcanlı var falan. Olar indi mən başa düşürəm yaxşı. Deməli, mən 2 il bundan qabaq, 2 il yoxdur, 3 il bundan qabaq hazırlaşanda imtahan mənim üçün hər şey idi. Yəni mən hər şeyi, bütün planlarımı imtahandan sonraya qurmuşdum da. Yəni imtahan olacaq. Mən sizə danışmışdım da Mədinənin bir yaşı idi. Onu belə eləməmişdim ki, imtahan olsun eləyərəm. İmtahan olsun eləyərəm. İmtahandan keçib eləyərəm. Hər şeyi imtahana bağlamışdım da. Hı Amma hı. sonra düz istədiyim nəticəni əldə elədim. Ondan sonra hə, dedim ki, ayda boşluq kimi düşdüm də bir müddət. Yəni mənim üçün imtahan o anda hər şey idi. Yəni Bəs hər şey indi? bana bağlı idi. Hı hı. Bəs indi nədir? İndi mən hal-hazırda, yəni imtahana hazırlaşmıram deyə müəllimlər məncə burada müəllimlərimiz zəhmət olmasa mikrofonu açsın. Yəni Danışa bilərəm, icazəniz Buyurun. olsa. Bəli, Buyurun bəli. tabii ki. Tabii ki. Buyurun. Adım Günaydır. Mənim üçün imtahan Şəbnəm müəllimənin sözü olmasın, həqiqətən hər şeydir. İlk növbədə imtahandan yüksək nəticəni yığmağımın səbəbi odur ki, atam məndən qürur duysun. Daha sonra isə, yəni belə deyim də, ən çox gözləntilər heç kəsin yanında istəmirəm ki, deməsinlər ki, "A, bilmirdi, ona görə olmadı." Həqiqətən düzdür, tam özümə məhdudiyyət qoymasam da, harasa gəzməyə getsəm də, amma yenə də, yəni içərimdə getdiyim yerdə belə içərimdə vicdan çəkirəm ki, imtahanıma hazırlaşıram, mən harasa gedirəm, ya nəsə əylənirəm. O həmin an vicdan gəlir çox. Tamam. Maraqlı cevap verdiniz. Başka cevap vermek isteyen var mı? Buyursun. Deyə Başka. bilərəm, müəllim. Buyurun. Buyurun tabii ki Enarxan. Buyurun. Mən əslində bu MİQ imtahanını 3 dəfə vermişəm. Necə? Yəni biri 2015-ci ildə ilk dəfə magistraturanı bitirəndə verdim. Onda uğur əldə elədim, qəbul oldum. O vaxt imtahan yerdəşmə də imtahandan idi. Bir il sonra yenidən yerdəşmə imtahanı verdim, hansı ki, bu gün təsəvvür eləyin, 9 il əvvələ tam təsadüf edirdi. Bu gün mənim oğlumun da dünyaya gəldiyi gündür. Elə bu Ha, ərəfələr idi və mən imtahan ərəfəsindən sonra yəni böyük bir həyəcan dolu imtahan yaşamışdım. İmtahandan sonra müəllimlərdən və sizdən üzr istəyirəm. Mənim oğlum dünyaya gəldi və mən müsahibə mərhələsi o vaxt İqtisad Universitetində idim. Mən müsahibəyə gedə bilmədim, xəstəxanadaydım. Sonra xəstəxanadan çıxdığım gün Eşqi Bağırovun qəbuluna müsahibəyə getmişəm. Körpə 5 günlük körpə uşaqla. Onda da uğur əldə eləmişəm və məktəbimi, yerimi dəyişdim. Yaşadığım yerlə bağlı ünvanımızı dəyişdiyimizə görə yoldaşımın işi ilə bağlı mən məcbur idim imtahana getməyə. Və 6 il həmin məktəbdə müəllim kimi fəaliyyət göstərəndən sonra Şəbnəm müəllimə ilə mən bir ildə yəni MİQ-ə hazırlaşmışıq 3 il bundan əvvəl. hı Onda hı. Şəbnəm müəllimə üçün həqiqətən imtahan hər şeydir. Yəni qrupun ən öndə gedən müdavimlərindən idi. İmkan vermirdi müəllimlərə. Çox mənim həmişə yadımdadır. O Şəbnəm müəllimə Respublika birincisi çıxanda həqiqətən tam sən bax müəllim məni tanımır. Yəni mən onda həqiqətən ürəkdən sevinmişdim ki, müəllim buna əsl birinciliyə layiq bir müdavim idi. Onda da uğur əldə etdim və Bakıya yerimi dəyişdim. Amma mən heç vaxt bu 3 miqdə stres yaşamamışdım. Zərrə qədər olsun imtahan həyəcanım olmamışdı. Amma bu sertifikasiya mənim üçün dəhşətli bir şeydir. Yəni bu gözləntilər müəllim bayaq dedi, həqiqətən psixoloji sarsıntıdan başqa heç bir şey deyil. Söz yox ki, demirəm ki, mən yəni kəsilməkdən qorxmuram. Çünki mən MİQ-də 3 il bundan əvvəl də MİQ-ə verəndə o vaxt region üzrə birinci yerə çıxmışdım, respublika üzrə 11-ci yerə çıxmışdım. Amma buna baxmayaraq mənim indiki gərginliyim heç vaxt yaşamamışam. Nə magistr imtahanında yaşamamışam, nə abituriyent imtahanında yaşamamışam. Dəhşətli bir şeydir də. Yəni kənardan bayaqki müəllimin dediyi kimi gözləntilər, ay bilmirdi, yəqin ona görə belə düşdü ifadəsi məni çox gərginləşdirir. Ümid edirəm ki, 50 plus yığacaq. İnşallah. Çok Salam sağ Ülviyə olun. xanım. Bu, İcazənizlə mən də bir şey bildirə bilərəm. buyurun buyurun Şahla Hanım. Əvvəla Buyurun. təşəkkür edirəm Koderi ailəsinə və sizə ki, belə bir mitinq ayırlamısınız bizim üçün. Və mən də bildirmək istəyirəm ki,
Stresslə bağlı həqiqətən də mənim də problemlərim olub və düşünürəm ki, bəlkə bu imtahandan əvvəl bu görüş mənə kömək ola. MIQ imtahanında mən o qədər stres keçirmişdim ki, 2020-ci ildə Hı həmin hı. imtahan günü mən fiziki olaraq mənə xəstəlik kimi olmuşdu da. Həm qaytarmam var idi, həm daxili qızdırmam var idi, həm əllərim qıc olmuşdu, bədənim qıc olmuşdu. Hətta imtahanda mausu belə tuta bilmirdim də həyəcandan. Hı Amma hı. sualları görəndən sonra 5-10 dəqiqə ərzində özümə gəldim və yazdım. Nəhayət nəticəm yaxşı oldu. Bu dəfə də qorxuram ki, yenə elə olaram və düşünürəm ki, həqiqətən də stress insanın nəticəsinə çox təsir edir də. İnşallah bu görüşdən sonra biraz stresim azalar. Çox sağ ol. Buyurun, xoşdur, siz də sağ olun. Burada Güləndam xanım da yazıb ki, mənim üçün hər şeydir. Bütün xəyallarım, düşüncələrim, xəyallarımı gerçəkləşmək maksimum nəticəmə bağlıdır. Hər şey onun üzərində planlaşdırmışam. Ə, və demək olar ki, əksəriyyətinizi birləşdirən şey imtahana bu qədər böyük bir anlam yükləmənizdir. Yəni hər şey olaraq. Yəni əslində bir dərindən oturub düşünsəz, doğrudan da mı imtahan hər şeydir? Çünkü her şeyin içinde yani çok şey var yani burada. Ee, Yani bir ayrıntılı düşüp bunu derinden analiz etsek aslında imtihan hiç de her şey değil. Tabii ki bizim için vacip şeydi, bizim iş sarıdan bizim için yaxşı şeydi ama her şey değil. Ki sonrasında belə bu qədər dərin anlam yükləyəndə, sonrasında Şəbnəm xanım kimi bir anlıq insan boşluğa düşür. Çünki hər şeyini ertələyir, nə qədər zamanı anı gedir və gəlib o nəticəyə çatandan sonra deyir, yəni bu yəni buydu mu hər şey? Yəni çox rast gəlinir insanlarda, istər müəllimlərdə olsun, istər abituriyentlərdə olsun. Yəni bütün böyük bir anlam yükləyəndə nəticədə də özlərinin də gözləntisi böyük olur. Nədir sizdən xahişim odur ki, imtahanla bağlı narahatlıq səviyyənizi dərəcələndirərdiniz özlüyünüzdə. Yəni 0 heç məni narahat etmir, 10 isə maksimum dərəcədə məni narahat edir deməkdir. Yəni bu aralıqda bir bal versəydiniz, neçə verərdiniz? Yəni 5 isə orta dərəcədədir. Özünüzə balı müəyyənləşdirin və belə cavablardan gördüyüm qədərilə əksəriyyətinizdə yuxarı olacaq. Yəqin ki, nə bilim 8, 9, 10, yəni belə bir ballar olacaq düşünürəm. Və sonrasında bunu yenidən yoxlayacağıq narahatlıq səviyyənizi. Ümumiyyətlə imtahan imtahanın yəni cəmiyyət tərəfindən ölüm qalım məsələsi kimi qavranılması ki, hər şey kimi anlam yüklənməsi və ona həyatın mənası kimi yüklənən anlam insanda həyəcan, stres, təşviş, yəni bu faktor, bunun yaranmasını daha da əslində aktuallaşdırır. Yəni bu həyəcan, stres, təşviş də əslində bizim iş qabiliyyətimizi aşağı salır, potensialımızı aşağı salır. Və digər tərəfdən, yəni hər hansı müəyyən bir mövzuda şəxsin öz performansı ilə bağlı keçirdiyi narahatlıq, həyəcan, bu da performansın təbii ki aşağı düşməsində yəni vacib bir rol oynayır. Ümumiyyətlə imtahan həyəcanı məsələsi, yəni imtahan var olan gündən əslində var. Hətta səhv eləmirəmsə bir sərkərdələrdən kimsə olur, deyir ki, müharibəyə Napolyon. Napolyon hə, deyir ki, mən müharibəyə gedəndə yəni heç o qədər həyəcan keçirtmirəm, amma imtahana gedəndə o həyəcanı keçirdirəm. Yəni imtahan həyəcanında həm psixoloji, həm də fizioloji əlamətlərə görə özünü göstərir. Və öyrənilən biliklərin hamısı yəni imtahan zamanı effektiv şəkildə istifadə edilməsini əngəlləyir. Yəni əslində şəxs tam bilgilidir, rahatlıqla əslində istəsə yaza bilər. Sadəcə bu təşviş, həyəcan ona mane olur. O fikirlərini, bildiklərini ortaya qoymaqda. Yəni əgər sizdə sıxıntı, qərarsızlıq, uğursuzluq qorxusu, özgüvənsizlik, həvəssizlik, yetərsizlik kimi psixoloji əlamətlər varsa və digər tərəfdən ürək bulanma, titrəmə, bayaqları yoldaşlarınızdan dedi, tərləmə, ağızda quruluq, qarın ağrısı, yuxu rejiminin pozulması, kimisində ürək bulantısı zad, belə kimi fizioloji əlamətlər də varsa, demək ki, sizin imtahan həyəcanınız vardır.
Ve bu e, imtahan heyecanının sebepleri ne olabilir? Bu zamanı doğru idare edebilmemek. Ki bu dönemde artık sizin yani məsuliyyətiniz də artıb. Yəni əvvəllər abituriyent olanda məsuliyyət nisbətən daha az idi, amma sizin indi məsuliyyətiniz daha çoxdur. Ona görə zaman planlamaq falan olmaması, plansız bir çalışmaq biraz daha da stresi artıran faktordur. İnadkarlıq. İnadkarlıq nədir? Yəni müdafiə mexanizmi olaraq işə düşər. Yəni şəxs edə bilməyəcəyini, məsələn tutaq ki, gözləntilər, bayaq dediniz, gözləntilər var, ondan tələb edirlər, hazırlaş falan, biraz çalış elə. Yəni onsuz da alınmayacaq. Yəni hazırlaşmaq da istəmirəm. Yəni eləmək istəmirəm. Yəni belə bir şey düşüncəyə qapılması, yəni sanki tərs gəlir, inad göstərir ki, yəni onsuz da məndə bu alınmayacaq. Və vəzifə və məsuliyyətləri təxirə salma, ertələmə. Yəni bir çox şeyləri həyatında ertələməyə və özünə aid olan işləri görməmək istəyi yaranır. Yəni dərs oxumağı ertələmək, yəni o qədər gözündə böyüdür, o qədər mükəmməlləşdirir ki, hər şeyi. Və bu da onu ümumiyyətlə Öncə o də işə bağlıdır. eynən başlamaq istəyi gətirir. Və ailə üzvləridir, digər müəllim yoldaşlarıdır və yaxın ətrafın imtahanla bağlı yüksək gözləntiləri. Ki bu belə başa düşdüm ki, aranızda ən çox narahatlıq olaraq bu özünü göstərir. Və uğursuz olma və başqalarının yanında özünü təsdiq edə bilməmə qorxusu, bu da əsas faktorlardan biridir. İmtahan həyəcanının təsirləri bəs nədir? Yəni öyrənilən məlumatın hamısını imtahanda əks etdirə bilməmək. Ki yəni mən orada çatdıracağamı, hamısının bildiklərim yada düşəcəkmi falan və düşüncələri toplamaqda çətinlik, sualları anlamamaq. Yəni o həyəcan sanki beyninizi dondurur o anda və sanki nə oxuduğunuzu tam anlamırsınız, dəfələrlə oxumağa başlayırsınız. Və diqqəti imtahanın mahiyyətinə deyil də, nəticəsinə və sonra baş verəcəklərə. Yəni siz sanki orada gələcəkdəsiz, yəni imtahan prosesində, imtahanda yox da gələcəkdəsiz. Bir görən necə olacaq? Yəni aşağı yıxsam, nə bilim, ailəm necə buna baxacaq, ətraf, məktəbdə necə olacaq? Yəni siz imtahanda əslində burada və indi prinsipi ilə orada deyilsiniz, siz gələcəkdəsiz. Və bu səbəbdən də enerji tükənməsi yaşayır insan. Və stres, ümumiyyətlə psixologiyada stres ətraf mühitdən, yəni insanın istiqamətindən qaçılmaz və avtomatik gərginlik yaradan bir hadisədir və stres zamanı orqanizmdə müəyyən reaksiyalar yaranır ki, bu da nəyin nəticəsində olur? Bizim stres zamanı bilirsiniz ki, stres hormonu kortizoldur, işə düşür və digər tərəfdən adrenalin hormonu aktivləşir. Bunda nəyin nəticəsində yaranır? Biz müəyyən mənada 3 dənə psixoloji müdafiə mexanizmamız var. Biri savaşdır, biri qaçdır, biri don qaldı. Yəni biz bu əslində normaldır. Yəni hamıda olan bir prosesdir. Yəni psixoloji müdafiə mexanizmamız işə düşür təhlükə anında. Yəni normal bir təhlükəni götürsək, məsələn tutaq ki, yola gedirsiniz, qabağınıza bir ilan çıxdı, real bir təhlükə. Bu zaman ya siz onunla savaşacaqsınız, yəni onu öldürməyə falan çalışacaqsınız, ya oradan çıxıb qaçacaqsınız, ya da ki donub yerinizdə qalacaqsınız ki, o gəlsin, yavaşca keçsin. Bu normal və yaxud da ki, bir evdə yanır və siz müdafiə mexanizmaları savaş düşübsə işə, siz su falan gətirib töküb söndürməyə çalışacaqsınız, ya oradan çıxıb qaçacaqsınız, ya da bir küncə falan sıxıb donub qalacaqsınız ki, yəni yanan şeylər üstünüzə tökülməsin. Və bu üçü də sizi qoruyan bir şeydir müdafiə. Amma imtahan həyəcanı, təşviş, həyəcan əsasında bu müdafiə mexanizması yanlış alarm kimi işə düşür. Necə? Yəni əslində biz təhlükə siqnalı alanda normalda bizdə simpatik sinir sistemi aktivləşir. Yəni və bunu da ilk öncəsində amigdala təsir göstərir. Amigdala da bilirsiniz, yəni yanğın alarmı kimi bir şeydir.
Yəni təhlükə anında işə düşən sistem kimi. Amigdala da əslində o da bizi qoruyan bir şeydir. Yəni təhlükə anında, məsələn, tutaq ki, yol keçirsiniz, maşın gəlir o tərəfdən və sizə təhlükə var siqnalını verir və ayağınızı tez geri atırsınız. Yəni orada sizi çox düşünməyə qoymur. Çünki orada düşünsəz, orada çox, o dünyada çox düşünərsiniz. Ona görə də sizi çox düşünməyə qoymur. E, Yəni normal bir sistemdir. Ama imtahan heyecanında da beyin bloklanır ve düşünmeye imkan vermir ve yanlış alarm kimi işə düşür. Yəni əslində real bir təhlükə yoxdur, amma beyin bunu təhlükə kimi qəbul edir. Çünki hər şey deyə bir anlam yüklüyorsunuz ora. Həyat məmat məsələsi kimi baxırsınız buna. Ona Yox. görə bunu beyin təhlükə siqnalı olaraq qəbul edir. Və bu üç müdafiə mexanizmindən birini işə salır. Yəni amigdala aktivləşir, amigdala da aktivləşən simpatik sinir sistemini hərəkətə keçirir, simpatik sinir sistemi də həyata keçəndə yəni ya biz savaş, ya qaç, ya da donqal müdafiə mexanizmini işə salırıq. Bu da bədənsəl simptomlar olaraq ortaya çıxır. Məsələn, əgər ən çox da həyəcanda qaçma modunda oluruq. Çünki ürək bulantısı, e, məsələn eləsində ishal halı olur, tez-tez sidiyə getmə olur, tərləmə olur. Bu o deməkdir ki, boşal ki, rahat qaça bil. Yəni demək ki, bu şəxs qaç modundadır və bədən bu siqnalı verir ki, boşal ki, rahat qaç. Və yaxud da ki, ürək sürətlə döyünür, yəni qan pompalamağa çalışır ki, qaçmağa hazır ol. Və yaxud da ki, ayaqlarda bir gərginlik hiss edir ki, yəni qaçmağa hazır ol. Və bəzi insanlarda əllərini belə sıxarlar, dişlərini sıxarlar, üz qızarar. Bu o deməkdir ki, savaşa hazır ol. Bəzi insanlar isə bütün əzələlərini qıc olmuş kimi hiss edərlər. Bu deməkdir ki, donqal. Yəni üçündən birini işə salar. Dediyim kimi bu real təhlükədə normaldır. Yəni real təhlükədə də bu şeylər yaşaya bilər, ürəyimiz çırpına bilər falan, amma burada real təhlükə olmadığı halda işə düşür. Bu zamanda nə olur? O simpatik sinir sistemi aktivləşdiyinə görə qanın axışı beyinə və əzəllərə yönəlir. Və tüpürcək ifrazı artmağa başlayır, tər vərzlərinin fəaliyyəti artır, nəfəs aktı, sürətli nəfəs alıb vermə başlayır və depo halında toplanan yağ və şəkər qana qarışmağa başlayır və göz bəbəkləri böyüyür, ürək döyüntüsünün sayı artır və qan laxtalanmasının mexanizmi fəaliyyətə başlayır və metabolizma zəifləyir və mədədə turşuluq artır. Yəni bu kimi fizioloji simptomların ortaya çıxmasına səbəb olur. Yəni çünki dediyim kimi yanlış bir siqnal olaraq beyni ötürülür. Yanlış alarm kimi. Bunu necə izah edib? Məsələn, tutaq ki, qapıya siqnalizasiya qoşdurmusunuz ki, oğru falan zad gələndə işə düşsün. Amma bu siqnalizasiya deyək ki, o təşviş həyəcan keçən insanlarda sanki xarab olmuş. Yəni oradan it də keçsə, pişik də keçsə, nə bilim yarpaq da əsib yerə düşsə, onu təhlükə algısında görür. Yəni o siqnalizasiya tez işə düşür. Yəni bunu bu cür qəbul edin. Burada nə var? Kökdə bir təməl inanc var. Yəni bir düşüncəniz var ki, təməl inanc və o tez-tez beyninizdə avtomatik təkrarlanır və keçir. Daha doğrusu avtomatik düşüncələr bu təməl inanca bağlı olur. Məsələn, bu üç yöndən ola bilər. İnsanın özü ilə bağlı, dünya ilə bağlı və gələcəklə bağlı üç yöndə bir təməl inancı ola bilər. Ya özünün mən bacarıqsızam, yəni mən yetərsizəm, mən uğursuzam kimi bu fonda düşüncələr ola bilər. Ya dünya ilə bağlı ki, kimsə mənə inanmır, kimsə mənə hörmət etmir kimi, yəni insanların güvəncini doğrultmayacağam kimi düşüncələr ola bilər. Və yaxud da ki, gələcəklə bağlı ola bilər ki, bir işim olmayacaq, hər şeyi itirəcəm, hər şey pis olacaq. Yəni bu kimi düşüncələr təməl inanc olaraq formalaşa bilər. Və imtahan stresinin idarə olunması məsələsinə gəldikdə isə imtahan stresinin əsasda yaranmasına səbəb dedi ki, təməldə yatan düşüncələrdir. Çünki eyni situasiya insanlara eyni cür təsir etmir. Yəni düzdür, hər kəsdə müəyyən dərəcədə
Yəni stres ola bilir. Normaldır. Stres əslində məsuliyyət hissini formalaşdıran bir şeydir. Hətta Selyenin belə bir söz vardı. Stressiz həyat ölümə bərabərdir. Yəni stres bizdə məsuliyyət hissini aşılıyor. Yəni stres olmazsa həyat olmaz. Sadəcə bu stres artıq distres vəziyyətinə keçibsə, yəni təşviş, həyəcana səbəb olubsa, artıq burada yəni distres vəziyyətində nə olur? Özü Biri birazdan gedirəm. Biri var ki imtahana girirsiniz, stresli vəziyyətdəsiniz və imtahana girirsiniz və o imtahan, yəni qələmi əlinizə alana qədər və yaxud da ki mausu əlinizə alana qədər, sualı işləməyə başlayana qədərdir. Ondan sonra bütün bildiklərinizi yadınıza düşür və yazırsınız. Amma distres vəziyyətində, yəni təşviş həyəcan vəziyyətində artıq əliniz ayağınız əsir və yaxud dediyimiz o fizioloji simptomlar baş verir və beyin donur və tam olaraq da bildiklərinizi ortaya qoya bilmirsiniz. Və bu da səbəb olan negativ düşüncələrdir. Yəni bizdə çünki baş verən proseslərlə bağlı bizim beynimizdən həmin proseslə bağlı müsbət də düşüncə keçə bilər, mənfi də düşüncə keçə bilər. Və bu düşüncəyə bağlı olaraq keçirdiyimiz hisslər fərqli ola bilər. Əgər negativdirsə, avtomatik olaraq hissimiz də negativ olacaq. Və bu negativ hissə bağlı olaraq da davranışımız da negativ olacaq. Yəni düşüncə, duyğu və davranış bir-biri ilə daim sirkular formada bağlantılıdır. Ona görə də imtahan stresi zamanı negativ düşüncələr nədir? Mən imtahana məsələn heç hazır deyiləm və yaxud da ki mən bu mövzuları elə bilirəm ki keçməmişəm və yaxud da ki bu suallar mənə cavab verə biləcəyim suallar deyil və yaxud da ki bu informasiyalar yəni çox lazımsızdır, önəmsizdir kimi bir negativ düşüncələr beynindən keçdikdə o zaman həm öyrənmə motivasiyası aşağı düşür, həm də ki o prosesdə hazır olmadığınızı düşünürsünüz və negativ düşüncələr sizi idarə etməsinə icazə vermədən siz əslində onları idarə edə bilərsiniz. Bunun üçün təbii ki bizdə negativ his yaradır və negativ davranışlar köklüyürsə, bunun tərsi də bizə demək ki, yaxşı təsir edəcək. Yəni imtahanla bağlı pozitiv bir düşüncə keçirtmək və bunun bizə pozitiv bir duyğu verəcək və davranışımıza da təsir edəcək ki, mütləqdir. Ən çox da imtahan verənlərdə hansı düşüncəni görürəm? Malı-məli düşüncəsi, yəni mükəmməliyyətçi yanaşma. Bu bir düşüncə xətasıdır əslində. Düşüncə xətalardan biridir malı-məli düşüncələri. Məsələn, tutaq ki, deyəsən sizdə 60 baldır da sertifikasiya imtahanı maksimum. Yəni çox zaman belə düşünürlər ki, mən mütləq bu sertifikasiyadan 50-dən yuxarı bal yığmalıyam və yaxud da ki, nə bilim 60 yığmalıyam, yaxud özünə bir konkret bir hədəf qoyub 55 yığmalıyam və bu zaman bu malı-məli düşüncəsi insanı daha çox stresə salır. Yəni sanki bir dağa çıxırsınız və amma bundan sonra da hələ 7 dağa çıxmalıyam bir düşüncəsi var. Və bu sizi ümumiyyətlə yerinizdən tərpənməyə imkan vermir. Yəni heç yerinizdən tərpənmək istəmirsiniz, bir şey eləmək istəmirsiniz sanki. Və malı-məli düşüncəsi daha çox stres və gərginlik verən bir düşüncədir. Məsələn, düşünün ki, imtahana girirsiniz və imtahana girərkən iki versiyonunuzu təsəvvür edin, bir klonunuz da var yanınızda. İki versiyonda, iki versiyonunuz da eyni səviyyədədir. Eyni biliyə malikdir. Və imtahana girərkən birinci versiyonunuz deyir ki, mən buradan 100% 50-dən yuxarı bal yığmalıyam. Digəri isə deyir ki, mən buradan 50-dən yuxarı bal yığsam yaxşı olar. Və bu ikisi arasında nəticədə nə kimi fərq ola bilər? Yəni, hansı daha stresli, gərgin şəkildə girəcək və tam potensialını ortaya qoya bilməyəcək, hansı isə daha rahat şəkildə imtahana girib potensialını ortaya qoya biləcək? Aha, kim deyə bilər? Birinci versiyonunuz deyir ki, mən bundan məsələn 50-dən yuxarı yığmalıyam. İkinci versiyonunuz deyir ki, mən buradan 50-dən yuxarı bal yığsam yaxşı olar. Buyurun. Salam Ülviyə, psixoloq Ülviyə xanım, salam. Hoş Məncə gördük. ikinci versiya. Çünki malıyam deyəndə, mən bunu etməliyəm deyəndə elə bir özümüzə sərhəd qoyuruq, nəsə köklüyürük.
Hı Necə hı. deyim, nəyəsə salırıq. Elə bilirəm ki, nəyəsə bir çərçivəyə mi salırıq, sıxırıq elə bir ki, mən bunu etməliyəm. Amma etsəm Eyni. yaxşı olar, ümid bəsləyirsən də, yəni yaxşı olar. Etsəm yaxşı olar. Məncə Aa, belə olar. Çok sağ olun Nermin Hanım, haklısınız. Yani etmeliyim dediğimiz zaman beyne biz emir ötürürük ve bunu ölüm kalım meselesi kimi ötürü. Yani senin başka seçeneğin yoktur. Aslında bu düşünce o dediğimiz kimi şeye sebep olur. Yani o dediğim amigdalanın aktifleşmesine, diğer şeylerin de prosedurların, fizyoloji alametlerin de ortaya çıkmasına, müdafiə mexanizminin işə düşməsinə səbəb olur. Çünki beyin bunu ölüm qalım məsələsi kimi qəbul edir. Demək ki, mənim başqa bir seçənəyim yoxdur və mən mütləq bundan 50-dən yuxarı bal yığmalıyam. E, və bu zamanda təbii ki, onda təşviş yaranır və fizyoloji əlamətlər olur. Bu da potensialını tam olaraq ortaya qoya bilmir. Diğer versiyonda ise yani ben 50'den yukarı bal yığsam yaxşı olar dediğimiz zaman beyinə seçenek veririk. Yani yığa da bilərəm, yığmaya da bilərəm. Amma yığsam yaxşı olar yönündə də bir istiqamət vermiş oluram. Və beyin bunu məcburiyyət kimi algılamadığına görə o zaman daha rahat olur. Ve beyin yaxşını edə biləcəyini düşünür. Amma mükəmməli edə biləcəyini düşünmür. Çünki birinci malı-məli düşüncəsində beyinə biz mükəmməl olmağı ötürürük. Amma mükəmməl deyə bir şey yox həyatda. Yani beyinde mükemmel heç vaxt yani onun təsəvvürü olmadığına göre heç vaxt onu sata bilmir. Yani satabileceğini düşünmür. Ama yaxşı Bəs olar dediğimiz zaman da beyin yaxşını edə biləcəyini düşünür. Hətta o mükemmel düşündüğümüzdən daha yaxşı nəticələr ortaya qoya bilirik. Çünki sakit və rahat oluruq o prosesdə və ona görə də potensialımızı, bildiklərimizi ortaya qoya bilirik. Buyurun, kimsə nəsə demək istirdi? bəs yığacam desəm, məsələn 51 plus yığacam. Aha, yığacam deyə bilər, yığacam kimi bir şeylər deyə bilərsiniz. Və yığsam yaxşı olar kimi desən. Amma yığacam da burada da yenə bir növ yəni başqa bir çarə, başqa bir yol yoxmuş kimi. Yəni yığsam yaxşı olar demək daha yaxşıdır. Yəni bu cür demək daha yaxşıdır ki, çünki bu zaman beyinə seçənəkli kimi gelir. Yəni beyin rahat hiss edir. Yani bir növ beynin işleme mexanizminə uyğun burada yanaşmış oluruq da ki, beyin bir də ki uclarda olan ağ-qara düşüncəsidir. Ya yığacamsa tam yığmalıyam, yığmayacağımsa heç yığmayım. Yani bu cür yanaşma. Olacaqsa tam olsun, olmayacaqsa heç olmasın düşüncəsi. Bu da bizi stresə salan düşüncədir. Yəni tutaq ki, mən illa da yığacamsa 55 plus yığmalıyam, yığmayacamsa heç yığmayım kimi yanaşma. Bu da insanı daha çox stresə salan bir şeydir. Çünki həyat təkcə ağ və qaradan ibarət deyil. Arada bir boz rəng də var. Hər zaman hər şey mükəmməl və əla olacaq deyə bir şey yoxdur. Arada yaxşı da ola bilir. Ve bu ucularda düşüncelerimizin ucularda olması da bu da bize tabii ki negatif təsir gösteren bir faktördür. Bir de həddindən artıq ümumiləşdirmə elə bir etiketləmə eləmək. Məsələn, öncəki uğursuz olduğunuz nəticələr falan xatırlamaq və düşünürsünüz ki, yəni mən uğursuzam, mən bacarıqsızam deyə etiketlər yapışdırmaq da bu da sizi motivasiyadan sağlar. Çünki uğursuz olsaydınız indi müəllim olmazdınız. Və neçə ildir, yəni düşünün bir zamanlar bunun imtahan verəndə heç sizin təcrübəniz yox idi və siz bu ballarla qəbul ola bildiniz, keçə bildiniz. Yüksək balla əksəriyyətiniz qəbul olmusunuz ki, hal-hazırda fəaliyyət göstərirsiniz və indi sizin təcrübəniz də var. İndi sizin öğrendiğiniz bilgiler de var, yeni bilgiler de var. Ve üstəgəl bir də hazırlaşmışsınız da əlavə olaraq da. Tabii ki, bu sizin orada potensialınızı rahat olsanız, tabii ki potensialınızı ortaya koyup yine de o yüksək nəticəni yığa bilərsiniz. Ama yine de bu her şey demek değildir. Bunu biləsiniz. Ve bunu pozitive çevirmek, yani
Digər müəllimlər də imtahan vermək üçün buradadılar. Yəni orada onu demək, yəni mən burada tək deyiləm bir düşüncəsi. Çünki insan bir hissi tək yaşadığını düşünəndə daha da bir stresli, daha da gərgin olur. Digər tərəfdən onların da həyəcanı var. Onlar da yəni həyəcan keçirirlər. Mən də onlar kimi hisslərimə nəzarət edə bilərəm və həyəcanımı idarə edə bilərəm. Və duyğularım mənim nəzarətim altındadır və imtahanın uğurlu nəticə göstərməyi bacararam. Yəni uğurlu ola bilərəm. Kimi düşüncələr, müsbət düşüncələr sizdə təbii ki, müsbət duyğular yaradacaq. Yəni birdən keçməzsəm nə olar filan zad belə eləyib, yəni neqativə köklənməyib də müsbətlərə köklənməli sizi daha yaxşı təsir edəcək. Və indi isə imtahan adlı səyahətə başlamaq ki, bir gün öncəsidir. Bir gün öncəsində nədir? Beyin sağlamlığı və daxili huzurunuzu mütləq qoruyun. Yəni bugün özünüzü rahat etməniz önəmli. Dərs oxumağı artıq oxuduğunuzu oxumusunuz. Biraz dayandırın. Yəni ümumi elə bilər qısa qeydləriniz falan varsa təkrar üçün baxa bilərsiniz, amma oturub yenidən nəyisə başlayıb oxumaq bu artıq yorucu olar beyin üçün. Yəni əylənərək motivasiyanı yüksək tutun. Yəni sevdiyiniz əgər hobbiləriniz varsa, sizə yaxşı gələn şeylər varsa onları edin, qoyun motivasiyanız yüksək olsun. Məsələn, tutaq ki, rəqs etməyi sevirsinizsə, gidin rəqs edin. Yaxud da ki, rəsm çəkməyi sevirsinizsə, gidin rəsm çəkin. Və yaxud da ki, nə bilim, filmə baxmaq sizə zövq verirsə, filmə baxın ki, əhvalınız qoyun yüksək olsun. Çünki bu da bizə təsir edən faktordur və sizə yaxşı gələcək sevimli məşğuliyyətləri tapın və imtahana geyinmək üçün isə ən rahat geyiminizi seçin. Adətən məsələn gündəlikdə daha çox istifadə etdiyiniz, yəni yeni bir geyim olmasın. Yeni bir geyim olanda, çünki onu geyimə də adapte olmaq var, amma həmişə rahat olduğunuz bir geyim vardır. O geyimlə getməli sizi daha yaxşı və rahat hiss etdirəcək. Və imtahana daxil ola bilmək üçün lazım olan sənədləri öncədən axşamdan hazır edin və minimum 7 saat yuxu rejimini təmin edin. Çünki yuxu da çox önəmlidir. Yəni əsasən də saat 9-dan sonra 9-3 arası yatılmış yuxu ən səmərəli yuxudur. Çünki o zaman melatonin hormonu ifraz olunur və biz özümüzü ondan sonra neçə daha ayırıq sayılıq gümrah hiss edirik. Yəni çalışın gecə yatmayın. İmtahan günü adi günlərdən biri kimi yəni yuxudan oyanırsınız və yataqdan qalxıb əl üzünüzü yuyub səhər yeməyinizi mütləq yeyirsiniz. Çünki imtahan prosesində aclıq işə düşəndə, o fizioloji ehtiyac, tələbat işə düşəndə insan başqa bir şey eləmək haqqında qətiyyən fikirləşmir. Hətta orada digər ayaq yolu falan ehtiyaclarınızı mütləq öncədən edin ki, sonra sizə məsələn həyəcandan falan elə bir şeylər olduğu zaman da orada sizə maneçilik törədəcək. Yəni tamamilə rahat olmanız üçün imtahana daxil ola bilmək, yəni lazımlı sənədləri falan yoxlamaq, yaxınların xeyir duasını almaq, bu da çox yaxşı təsir edir. Yəni sevdiklərinizin, ailənizdən, yaxud da ki, müəllim yanına gedib hazırlaşmısınızsa, o şəxslərdən xeyir dua almaq da bu sizə müsbət bir təsir edəcək. Və güzgüyə baxıb mütləq özünüzə xoş sözlər deyin, özünüzə inandığınızı, güvəndiyinizi, özünüzə uğur arz edin və sizi hər zaman rahat hiss etdirən şey nədirsə, onu edib gedin. Və digər tərəfdən imtahanın keçiriləcəyi məkan, yoxla, əgər heç vaxt getməmisinizsə, yəni öncədən getmiş ola bilsəniz yaxşı olardı. Yoxsa şeyləyin, nədir onun adı? Telefondan falan həmin yerə baxa bilərsiniz. Mən düşünürəm ki, getmiş olarsınız. Və imtahana daxil olduqdan sonra nəzarətçi burada təbii ki, müəyyən təlimat verir. Sizə indi müəyyən texnikaları öyrədəcəm. O texnikalardan istifadə edərsiniz. Əgər həyəcan hiss edirsinizsə, 4, 6, 8 texnikasını, məsələn, nəfəs texnikasını tətbiq edə bilərik. Çünki həyəcan anında bizim nəfəs ilk pozun nəfəs aktımızdır.
Yəni tez-tez nəfəs alıb veririk və sinədən sanki nəfəs alıb veririk. Bunu bu zamanda beynə o oksigenin çatmaması da bu amigdalanı həm düşüncə ilə bir nəfəs aktımıza təsir edir və bu da oksigen beynə çatmaması da beyin üçün təhlükə siqnalıdır. Yəni o amigdalanı aktivləşdirən bir sistemdir. Ona görə də düzgün nəfəs alış-verişimiz bizi tam rahatladacaq. Əslində normada biz qarından, diafraqmadan nəfəs alıb verməmiz lazımdır. Bunun ən gözəl nümunəsini kimlərdə görə bilərik? Yeni doğulmuş uşaq körpələrdə, yəni balaca uşaqlarda yatarkən müşahidə etmisinizsə, yəni qarınları yatıb qalxar, yatıb qalxar. Çünki heç bir stressləri yox, gərginlikləri yox, rahatdılar. Yəni dünyadan xəbərləri yox. Və ona görə də doğru, yəni anadan gəlmə insana doğru nəfəs alıb veriş bu cür şəkildədir. Amma bir insan çox stresli, gərgin və təşvişlidirsə bu nəfəs aktı pozulur. Və artıq sinədən nəfəs alıb verməyə başlayır. Və bu da yəni oksigenin tam çatmamasına səbəb olur və beyinə bu təhlükə siqnalı kimi ötürülür. Və bunun üçün də gəlin sizə diafraqma məşqini edək. Və əlinizin birini qarnınıza qoyun, birinizi sinənizə qoyun və nəfəs alarkən burundan alacaqsınız və qarnınızın daha çox şişməsinə diqqət edəcəksiniz. Yəni sanki bir şar var qarnınızda, onu şişirirsiniz və nəfəs alanda da sanki bir gülü qoxlarmış kimi nəfəs alıb və qarnınızın daha çox şişməsinə, bu əlinizin, qarnınızdakı əlinizin qalxmasına diqqət edin. Ona görə əli qoydururam. Və ilk nəfəs alanda 4 saniyə alırıq. Sonra 6 saniyə saxlayacağıq nəfəsi və 8 saniyə ərzində ağzımızla üflərək yavaş-yavaş verəcəyik. Sanki bir şamı üflərmiş kimi üfürüb dərindən verəcəyik. Yəni önünüzdə əgər bir nə bilim salfetka falan elə bir şey, tərpənəcək bir şey varsa nəfəslə onu qoyub da yoxlaya bilərsiniz. İndi dərindən nəfəs alaq. Burnumuzla nəfəs alaq və bir müddət saxlayın. İndi isə yavaş-yavaş verin. Aha. Və gözü uzadıb və dərinə yavaş-yavaş verin. Bir də nəfəs alırıq. Və nəfəsi veririk. Nəfəsi verəndə qarnınızın boşaldığını hiss edin. Nəfəs alanda qarın şişsin, nəfəs verəndə isə qarnınızı boşaldığını hiss edin. Bir də nəfəs alaq. Və qarnınızın boşaldığını hiss edin. Və bədəninizi bir nəzər salın. Görün, nəfəs alıb belə dərindən verdiyiniz zaman özünüzü necə hiss edirsiniz? Bu sizə necə təsir etdi? Yəni kimilərində deyə bilər, mənə şey gəldi, rahatlıq gəldi. Kimisi deyə bilər ki, mənə bir baş gicəllənmə falan zat kimi gəldi. Gəlsə normaldır. Çünki uzun zamandır belə, yəni demək uzun zamandır stres içindəsiniz və belə dərindən rahat nəfəs almamısınız. Ona görə də beynə birdən oksigen gedir deyənə ilk başda bir baş gicəllənmə falan kimi verə bilər. Amma qorxulu deyil. Bunu əslində daha çox etməniz lazım ki, qoy beyinə bu rahat oksigen yəni çatmış olsun. 4 saniyə nəfəs alırsınız, 6 saniyə saxlayırsınız, 8 saniyədə yavaş-yavaş verirsiniz. Və bu neynir? Bu bizdəki parasimpatik sinir sistemini aktivləşdirir. Bayaq dedik ki, amigdala işə düşəndə simpatik aktivləşdirir. Amma bu isə düzgün nəfəsini aldıqsa və özümüzü sakitləşdiririk. Yəni bu amigdalaya da ötürür ki, asayiş bərkəmal, hər şey yaxşıdır. Və avtomatik parasimpatik sinir sistemi aktivləşir. Və bizim parasimpatik simpatikin tam tərsidir. Yəni simpatik o bütün qan dövriyyəsini sürətləndirir, ürək ritmini artırır, edirsə bu tam tərsi. Ürək ritmi aşağı düşməyə başlayır, qan dövriyyəsi
nisbətən yavaşıyır və noradrenalin hormonu ifraz olunmağa başlayır ki, bu da bizi sakitləşdirən bir hormondur. Yəni bir görəcəksiniz ki, bir rahatlaşma, buyurun. Aygün müəllimə, mikrofon yəqin açıq qalıb. Aha, yəni bu prosesdə bu sizi çox sakitləşdirən, rahatladan bir şey olacaq. Görəcəksiniz ki, həqiqətən də özünüzü yaxşı hiss etdiniz. İmtahana girmədən öncə bunu edin. Əgər imtahan əsnasında, məsələn, yarıda falan ola bilər. Əgər özünüzdə bir həyəcan, təşviş hiss etdinizsə, yəni bir neçə dəqiqənizi ala bilər bu. Bir neçə dəfə dərindən nəfəs alın, verin və bir görəcəksiniz ki, tam sakitləşdiniz. Və düşüncənizi də avtomatik olaraq, yəni bu mənim imtahanımdır, mənə aid olan bir şeydir, nəticədə məni maraqlandırır və buradan yuxarı bal yığsam yaxşı olar bir düşüncəsi ilə davam edin. Və bu dünyanın sonu deyil. İmtahan vermə şansımız ömür boyu vardır. Yəni bunu bilin. Və əllərini də yəni sıxmadan sadəcə əllərini məsələn gicgaha toxunduraraq da rahatladıcı masaj tətbiq edə bilərsiniz. Yəni çünki o anda sanki beyninizi donmuş hiss edə bilərsiniz başınıza və yavaşca yəni əllərini çox da sıxmadan gicgaha toxunduraraq və rahatladıcı masaj tətbiq edə bilərsiniz və görəcəksiniz ki, sanki beyninizdə bir aydınlanma gəlir, beyniniz açılır və başınızda bir rahatlama hiss edirsiniz. Yəni sadəcə bir barmağınızla tutub bir masaj eləyə bilərsiniz. Bu da beyin damarlarına, eyni zamanda əzələlərin boşalmasına kömək ola bilər. Bir də progresiv əzələ texnikası vardır. Onlardan da hansısa birindən istifadə edə bilərsiniz. Məsələn, tutaq ki, bayaq dedi ya biz savaş, ya qaç, ya donqal müdafiə mexanizmi işə düşür bizdə. Yəni bu zaman əzələlərimiz gərilir. Yəni istər qaç moduna girək, istər savaş moduna girək, fərq eləməz. Yəni əzələlərimiz gərgin vəziyyətdə olur. Və biz o əzələləri gərginlikdən çıxartmamız üçün əzələ məşqləri var. Onlardan edə bilərik. Məsələn, gördünüz ki, bir qolunuzda hiss edirsiniz, əlinizdə hiss edirsiniz. Məsələn, əlinizi belə sıxıb, yumruğunuzu sıxıb, sanki əlinizdə bir limon var, onu tam suyunu sıxırsınız, sıxıb. Sonra yavaşca boşalda bilərsiniz. Bir görəcəksiniz ki, əlinizdə bir rahatlama hiss etdiniz. Yəni, hər iki əlinizdə də eləyə bilərsiniz. Və yaxud da qolunuzda hiss etdinizsə, qolunuzu belə irəli, yəni sanki o bir şey yuxudan durub gərnəşir kimi irəli çəkib biraz gərnəşdirib sonra geri çəkə bilərsiniz. O qol əzəllərinizi gərginlikdən çıxarda bilərsiniz. Və yaxud da ki, ayağınızda hiss etdinizsə, ayaqlarınızı möhkəm yerə basıb gərginləşdirib sonra yavaşca bir 10 saniyə ərzində boşalda bilərsiniz və görəcəksiniz ki, ayaqlarınızda da bir rahatlama hiss etdiniz. Və yaxud da ki, boyun əzəllərini başı arxaya və ya önə gətirib, gərginləşdirib, sonra boşalda bilərsiniz. Buyurun. Xan, burada bir müəllim yazıb ki, dərman qəbul etsə, yəni miqrenim var, baş ağrı üçün dərman qəbul etsə, yəni imtahana getməmişdən öncə. Mən əslində müəllimlərimizə deyirəm ki, valerian, validoldu bu kimi dərmanlar çox atmasınlar imtahan qabağı, yəni. Həm təzyiq Şeyləşdirməz. Nə Eynən, şey olsa, nə dedim, yəni bu üsullar daha yaxşıdır. İndi miqreni varsa o baş ağrı dərmanı o, yəni istəsə ata bilər. Amma çox da atmasında, yəni birini atsa bəsdir. Çox atanda da o dərmanlar bilirsinizsə tərkibində şey var, keydici var. Dozanı aşmamaq şərti ilə də, yəni. Dozanı aşmamaq şərti ilə qəbul edə bilərlər. Çünki dozanı aşanda beyin keyləşir. Çünki onun tərkibində keydicilər var. Ona görə də bu çox olmamalıdır. Ümumi tövsiyə, yəni cavablandıra biləcəyiniz sualları ilk olaraq yazın. Çünki bu sualları cavablandırdıqca sizin motivasiyanız artacaqdır. Yəni ən çətindən başlamayın. Ən rahat bildiyiniz hansı fənsə, daha doğrusu fən olaraq eyni fəndə, hansı suallar sizə rahat gəlirsə oradan başlayın. Yəni sadələrdən başlasanız daha yaxşı olar.
Müəllimə, məndə belə bir problem var. Çox üzr istəyirəm. Amma müəllimə də deyirəm. Çox üzr istəyirəm. Artıq dilimiz Aha. öyrəşib müəllimə deməyə. Onsuz müəlliməyəm mən də. Narahat olmayın. Məndə Aha. belə bir problem var ki, məsələn deyirsiniz, bilmədiyiniz sualı saxlayın, keçin başqa suala. Mən o sualı saxlayıb başqa suala keçəndə fikrim artıq o sualda qalır ki, mən onu niyə yazmadım? Yazmamış əl çəkə bilmirəm. Takıntılısınız da. Yəni onu qeydə alın da. Demirəm ki, onu məsələn bilmirəm qaralama verək falan verirlər sizə. Yoxsa işarələnməyən Verilir, orada. verilir, Bəli, bəli, verilir. verebilirsiniz. Yəni xüsusi olaraq qeyd alın. Bu o demək deyil ki, ona qayıtmayacağız. Çünki bəzən həqiqətən beyin ilişir. Sualın üzərində çox işləyirsiniz. O anda şey, amma sonra bir neçə sual başqasını işləyib, həm də ki, o biraz rahatlayırsınız, motivasiyanız qalxır. Sonra qayıdıb o sualı işləyəndə görürsünüz ki, ha, daha rahat elədim. Bəli. Yəni yəni təcrübədən çox keçirilmiş bir prosesdir. Həm də ki, bəzən informasiyanı beyin həmin anda analiz edə bilmir. Biraz keçir. O Vygotsky'nin var, yaxın inkişaf zonası, aktual inkişaf zonası anlayışı. Hocam çok Yəni ağır bəzən yerlere gedirsiniz. hə, yəni o bir müddət sonra o aktual inkişaf zonasına keçir də. Yəni həmin anda o algılaya bilmirik. Yəni bir Həm də səsini işləyəndən üzr sonra istəyirəm. təzədən də algılayırıq. Aha. Böləcəm. Asandan doğru çətinə işləmək motivasiyada təsir var. Çünki Aha, yəni asandı işlədikcə motivasiya yüksəlir. Çətinə başladıqca, həll etmədikdə istər-istəməz insanın beyninə mənfi düşüncələr gəlir ki, bunu edə bilmədimsə digərləri də edə bilmərəm. Birdən yaza bilməyəcəm, alınmayacaq, keçə bilməyəcəm. Bu tipli düşüncələr artıq gəlməyə başlayır. Bundan sonra motivasiya düşdükdən sonra artıq həyəcan özü də başlayır qalxmağa, yüksəlməyə. Və həyəcan yüksəlsə zaten yəni bəllidir də nəticə nə olacağı. aha, düzdür. Salam Hülviyə xanım. Çox Buyurun. təşəkkür edirəm öncədən görüş Buyurun. üçün Kadir ailəsinə və sizə. Bunu həqiqətən də mən öz üzərimdə gündüz müəllimə sınaqları edəndə sınadım. Həqiqətən də bu belədir. Yəni çətin sual qarşıma çıxanda baxmayaraq ki, hələ ki sınaqdayam, çünki sınağın nəticəsi mənə həmişə təsir elədiyinə görə çalışırdım ki, yaxşı yazam da. Çətin sual gələndə o qədər həyəcanlanırdım ki, bildiyim unudurdum. Artıq növbəti sınaqlarda onları atlatdım. Sonra asan gələn kimi qayıdıb onu yazanda, təkrar baxanda elə asan gəlirdi ki, həmin çətin gələn tapşırıq mənə. Ona görə də müəllimlərə həqiqətən də tövsiyə edirəm. O dediyiniz gibi sınanmış üsuldur. Həqiqətən də bu belədir. Mən öz üzərimdə onu sınadım və gördüm. Belə eləmək lazımdır. Doğru, çox sağ olun təcrübənizi bölüşdüyünüzə görə. Yəni doğrudan da yəni motivasiya sizin üçün önəmlidir o prosesdə. Gəlin son olaraq sizə bir vizuallaşdırma texnikası edək. Olar mı? Edək mi? Edin, ne etmişsiniz? Olar, olar. Tamam. Zəhmət olmasa hər kəs gözlərinizi yumsun. Bir də səslər bağlı olsa yaxşı olar ki, maneçilik olmasın. Və gözlərinizi yumduqdan sonra dərindən bayaq dediyim kimi bir iki dəfə nəfəs alın və biraz nəfəsinizi saxlayın və ağzınızdan yavaş-yavaş nəfəsi verin. Bir də dərindən nəfəs alın, biraz nəfəsinizi saxlayın və yavaş-yavaş ağzınızdan nəfəsinizi verin. Sonra isə təsəvvürünüzdə bir ekran görüntüsü, televizor ekranı kimi bir ekran görüntüsü canlandırın. Bu ekranda imtahanla bağlı keçmiş negativ təcrübələrinizi və yaxud da ki, qorxularınızı görə bilərsiniz. Həmin o təsvirlər orada canlanır. Həmin o təsvirlərə baxmanızı və baxdıqca sizdə yaranan o negativ düşüncələr və üstəgəl bu negativ düşüncələrin sizə verdiyi bir hiss və bədənsəl bir reaksiya vardır. Yəni bədənsəl olaraq görün bunu ən çox harda hiss edirsiniz? Yəni ürəyinizdəmi, başınızdamı, əllərinizdəmi, ayaqlarınızdamı, yoxsa bunu nəfəs darlığı olaraq mı hiss edirsiniz? Bunun fərqinə varın. Və bunu 0-10 arasında dərəcələndirin bayaqki kimi. Yəni 0 heç məni narahat etmir, 10 maksimum dərəcədə məni narahat edir deməkdir. Bu aralıqda bir bal verdikdən sonra həmin o təsvirə yenidən baxın və o təsvirə baxdıqca
oradaki təsvirləri ilk başta daha aydın görürdünüz və get-gedə həmin təsvirlərin yəni solğunlaşdığını görürsünüz və get-gedə daha ağ-qara fonda görməyə başlayırsınız və yavaş-yavaş həmin təsvirlər kiçilməyə başlayır. Get-gedə onun daha da kiçildiyini görürsünüz. Kiçilib ta ki bir nöqtə boyda olur. İndi isə həmin o nöqtəni bir lövhə üzərində təsəvvür edin. Həmin o lövhə sol tərəfinizdədir və sağ əlinizdə isə bir silgi vardır. İndi həmin o lövhədəki nöqtəni silgi vasitəsilə silməyə çalışın. Silib daha sonra sağ tərəfə irəliyə doğru addımlayın. Və sağ tərəfə irəliyə doğru addımladıqca yuxarıdan sizə tərəf bir ağ işığın gəldiyini görürsünüz. Həmin bu işıqda get-gedə daha da bir yaxınlaşdığını və təsvir görürsünüz. Amma bu xoş təsvirdir. Gələcəyinizlə bağlı, imtahan uğurunuzla bağlı bir təsvirdir. Həmin o təsvirin get-gedə böyüdüyünü görürsünüz və böyüdükcə bu təsvirin maye bir təsvir olduğunu, sanki əlinizi salsanız içinə girəcəkmiş kimi bir təsvir olduğunu görürsünüz. Və orada özünüzü imtahana gedərkən və imtahan prosesində təsəvvürünüzü canlandırırsınız. Həmin o təsvirdə gördüyünüz özünüzdə bir əminlik, bir rahatlıq və özgüvən görürsünüz. Və üzündə isə təbəssüm vardır. İstər səhər hazırlaşıb imtahana gedərkən, istərsə də imtahan prosesində bu əminliyi onda görə bilirsiniz. Və suallara baxarkən, sualların əksəriyyətini bildiyini görmək sizi daha da sevindirir. Və rahatlıqla başlayıb oradakı sualları işləyirsiniz. Hər sual işlədikcə, hər suala əminlik olduqca bu sizi daha da yüksək motivasiya edir. Və işlədikcə sanki işləmək istəyirsiniz və sualların bir çoxsunun sizə tanış gəldiyini də görürsünüz. Olduğunuz ortam isə sanki sizə doğma hiss etdirir. Ətrafdakı müəllimlər də sanki doğma müəllim yoldaşlarınız kimi hiss etdirir. Və sonda işləyib qurtardıqdan sonra təsdiq düyməsini basırsınız və təsdiq düyməsində istədiyiniz balı görürsünüz. Yəni sizin yığmaq istədiyiniz, yığsanız sizin üçün çox yaxşı ola biləcək bir balı görürsünüz. Və o andakı sevincinizi hiss edirsiniz. Yəni o andakı üzünüzdəki təbəssüm və imtahandan çıxarkən sevincinizi insanlarla bölüşməniz, ilk sarıldığınız şəxsi görürsünüz. Və ilk zəng etdiyiniz şəxsin nömrəsini yığırsınız. Və o andakı sevincinizin sanki həddi yoxmuş kimi hiss edirsiniz. Həmin o təsvir get-gedə daha da yaxınlaşır sizə və ta önünüzdədir və bir qapı boyda təsvirdir, işıqlı təsvir və maye təsvirdir. Və oradakı sevincli özünüzü görüb və ora getmək istəyirsiniz. Və indi isə özünüz yavaşca əlinizi həmin o maye təsvirə salın və görürsünüz ki, həqiqətən də ora daxil olmaq mümkündür. İndi isə var gücünüzlə özünüzü o təsvirin içinə atın. Və orada hiss edin, bu hissi yaşayın. İndi isə o təsvir get-gedə kiçilir və siz də onun içində və gələcəyə doğru gedir. Və dərindən bir dəfə nəfəs alın və yavaş-yavaş nəfəsinizi verin. Və bədənsel duyumunuza diqqət edin. Görün bayaq verdiyiniz o narahatlıq
İndi neçəyə düşmüş? Və bədənsel olaraq özünüzü indi necə hiss edirsiniz? Və dərindən bir də nəfəs alın və yavaş yavaş nəfəsinizi verin. Və hazır olanda isə gözlərinizi açın. Buyurun, necəsiz? Ya, biri Güney xanım deyir, mən balımı görəndə ağlamaq tutdu. İndi bu müəllimlər sabah 51 keçməsin. 51 hamısına 55, 55. Ha, 58 yazanlar da var. Ağladım ben de. Aha 55. Gözlerim doldu. Gözümü açmak istemirdim. Çok rahatladım. 51. 60 görenler de var hatta. 57. Və bu 30-u kim yığacaq? Yuxuda gördüğüm balı gördüm. Şəbnəm müəllim, bu 30-ları kim yığacaq bəs? Bu gruptan değildi, o başka yerde. Dan deyil. İş 30 el bizlik değil. Axşamınız xeyir. Çok rahatladım. Aha, evet. Akşamınız Al. hayır. Mən bir dənə sual vermək istəyirəm. Buyurun. Baş ağrısı belə dərmanı ata bilərik. Məndə çox güclü baş ağrısı olur. Dediğim gibi dozanı aşmamak şartıyla olabilir. Ağrı kəsici də belə. Yəni həmişə atdığım dərmandır. Hem şartlarınızda problem yok. Hə. Biraz onun həyəcanı var, amma belə imtahan normal gəlir. Ne Hələ güzel. ki. Təsəvvürə canlandırabildiniz mi? Aha, bəli. Allah Allah. Mən kompüterin qarşısında oturanda daha çox həyəcanlanıram. Bəlkə də o həyəcan hələ gəlməyib ona görə. Çok güzel. Allah. Daşkın Bey 30 balı siz yığacaksınız. Mən yazaram müəllimlərə qrupda. Görüşərəm mən orada. Tamam. Başka kimse təəssüratını bölüşmək o müəllimləri 2 qat ödəmək salarsınız da siz də. Təəssürat yox, mənim də əslində bir texnika bölüşmək istəyirəm. istəyirsə buyursun. Deməli, bu məsafəli agahlıqdır. Biz çox vaxt, yəni ki, hadisələr, situasiyalar qarşısında və yaşadığımız vəziyyətə görə o hissi duyğu yaşayan obrazında oluruq. Onu kənardan müşahidə edə bilmirik. Biz başa düşürük ki, bu imtahan bizim həyatımızın sonu deyil. Nəyisə başlanğıcı və nəyisə sonu deyil. Yəni həyatımızda müəyyən qədər təsir edə bilər, amma bu son gətirməz. Bu fəlakət deyil. Biz bunu başa düşürük, amma həyəcanımızı, stresimizi idarə edə bilmirik. Deməli, bu anda həyəcan, stres anında sanki düşüncəmiz bədənimizdən ayrılır və kənardan özümüzü izləyir, o rola keçirik. Bir özümüzə baxmalıyıq bu halda. Hal-hazırda biz nə düşünürük? Hal-hazırda biz nə hiss edirik? Hal-hazırda bizim bədənimizdə hansı proseslər baş verir? Yaxşı, biz bunları görürüksə, bunlar hal-hazırki vəziyyətə uyğundurmu? Adekvat bir reaksiya veririkmi? Yəni ki, bizə xeyri varmı? Yoxsa yoxdurmu? Biz bunları aydınlaşdırdıqdan sonra artıq o stresi yavaş-yavaş idarə etmə moduna keçirə bilirik ki, çünki görürük ki, etdiyimiz davranışın bir faydası yoxdur. Bizə fayda vermir, daha çox zərər verir. Çünki özümüzü gərginləşdiririk. Bu gərginlik yanında da beynimiz sizin dediyiniz kimi savaş və yaxud da qaç modunda olduğu üçün, yəni istər beyin gərgindir və təhlükə anında olduğunu düşünür. Əslində orada təhlükəli bir vəziyyət yoxdur. Amma orqanizm bizi motivasiya edir, yüksəldir ki, təhlükə var və sən bu təhlükəyə qarşı reaksiya verməlisən. Bədən gərginləşir, əzələlər, damarlar daralır. Bədən hazır vəziyyətdə olur. Bu halda isə biz artıq nə bildiyimizi, nə yadımızda olanı heç birini düşünə bilmirik. Hamısı unudulub gedir. Bunun üçün özümüzə, yəni dediyim kimi, kənardan baxmağı yoxlamalıyıq. Sanki düşüncəmiz bədənimizdən ayrılır. Orada kompüterin qarşısında əyləşən özümüzü görürük və həmin anda özümüzün nə etdiyini müşahidə edirik.
Biz yəni ki, həqiqətən ora uyğunmu davranırıq, yoxsa vəziyyəti özümüz üçün çox böyük fəlakətləşdiririkmi? Bunu gördükdən sonra artıq bir nəfəs texnikasını yoxlaya bilərik. Çünki artıq özümüzü müşahidə elədik. Bir yüngül nəfəs texnikası 2 dəfə etsənik kifayətdir deyə düşünürəm. Nəfəs texnikası edib özümüzə gəlirik və biz bilirik ki, ağlımıza gələn düşüncələri bizim idarə etmə gücümüz çox da yoxdur. Düşüncələr hər bir zaman gələcək beynimizə. Sadəcə bu düşüncələrə ə, bir əhəmiyyət verməmə rolunda olmalıyıq, hissəsində olmalıyıq. Bu düşüncələr gəlsin, görək bu düşüncələri biz yaradırıq, yoxsa bu düşüncələr bizi yaradır, bizi idarə edir. Artıq biz bu düşüncələrə əhəmiyyət vermədikdə, fikir vermədikdə bir müddət sonra görürük ki, o fikirlər keçib gedib və biz prosesin içindəyik. Bu qayda ilə getdikdə artıq daha yaxşı olur. Nəinki gərginləşdikdə, vəziyyəti fəlakətləşdirdikdə, özümüzü çıxılmaz halda düşündükdə. Yəni unutmayın, bu imtahandır. Təbii ki, imtahan hazırlaşmısınız, uzun müddətdir, əziyyət çəkirsiniz, həm maddi olaraq, həm fiziki olaraq yorulursunuz. İnsan, yəni ki, davamlı dərslərdə oturur, sınaqlar işləyir. Amma bu müəllimlər həyatın bir sonu deyil, nə də bir başlanğıc deyil. Yəni ki, bunun sonunda yəni bu prosesin sonunda sizin üçün bir son olmayacaq. Yəni ki, nəysə bitdi, burada bitdi olmayacaq. Nə də ki, yeni bir şey başlamayacaq. Təbii ki, MİQ imtahanında müəllim adını qazananlar üçün müəllimlik vəzifəsinə yüksəlmə olacaq. Amma yenə də həyatın bir hissəsində onlar özləri olaraq qalacaqlar. Yəni bu dəyişməyəcək. Bunu özünüz üçün təlqin edin. Bu son Yəni deyil. kazanacağınız bir şey var, amma itirəcəyiniz bir şey yoxdur. Bəli, itirəcəyiniz bir şey yoxdur. Yəni bilirsiniz, burada biraz da hal-hazırki vəziyyət, durumlar, iqtisadi vəziyyətlər, vəzifə itirmə falan məsələləri də biraz iş yerlərini itirmə məsələləri də müəllimləri narahat edir. Amma yəni ki, gəlin belə deyək ki, hal-hazırda o düşüncəyə sahib olmaq sizi o vəziyyətdən çıxardırmı? Beyninizdə o mənfi, neqativ düşüncələrə sahib olmaq sizi kömək edirmi? Yəni birdən kəsilsəm, iş yerimi itirərəm o düşüncəsi ilə olanda sizə heç bir xeyri yoxdur. Deməli, bu düşüncəni kənarlaşdırmaq lazımdır və yaxud da ki, bu düşüncəyə əhəmiyyət verməmək. Çünki sizin üçün faydalı bir düşüncə deyil. Dediyim kimi yenə təkrar eləyirəm, təkrarçılıq olmasın deyə təzədən bitirim. Bax, Daşqın yazıb ki, biri. Daşqın Hə. müəllimi dərslərdə iştirak etsəydiniz, biz bu qədər stresli olmazdıq yazıblar. Hə, mənim əslində psixoloq olduğumu bilmirlər. Daşqın bəy də bizdə psixologiya tədqiqat institutunda, yəni rəsmi psixoloq olaraq fəaliyyət göstərir. Çox uğurlu da psixoloqdur. Elə oran da məzunu olub. Yəni gördük ki, çox aktiv birisidir. Ona görə də orada biz özümüz iş təklif elədik və çox gözəl də fəaliyyət göstərir. Bu dediyiniz texnika da çox gözəldir. Daşqın, bax, mən də səndən bir şey öyrənmiş oldum. Təşəkkürlər. Hə. Deməli, bura qədər müəllimlər, hər bir kəsə uğurlar arzu edirik sabahki imtahanda. Ümid edirik hər biriniz üçün yaxşı keçəcək. Oxumusunuz, əziyyət çəkmisiniz və çəkilən əziyyətlər heç bir zaman itmir. Bunu unutmamaq lazımdır. Sadəcə əziyyətimizi düzgün dəyərləndirməliyik. Daşqın müəllim, Bəli. mən də bir söz deyim. Bəli, O deyin, biraz əlbəttə, buyurun. sağollaşmaq kimi çıxır, amma mən sağollaşmıram. Müqə də gedəsiyəm, amma eybi yoxdur. Deyim də. Siz bayaq maddiyyat dediniz. Sizə ödənilən heç bir maddiyyat bugün sizin hal-hazırda sizin Şəbnəm müəllimin bizim yanımızda olduğu ki bu an var ki, sona qədər Şəbnəm müəllim suallar verdik, Gündüz müəllimə suallar verdik. Bir sualı bəlkə də 10.000 dəfə vermişik. Onu cavablandırmaq, bu anda belə yanımızda olmaq, düzdür, biz sizinlə belə ünsiyyətdə olmamışıq. Amma elə bilin ki, mən şəxsən elə bildim ki, biraz bilmirəm necə çıxar, elə bildim ki, valideynlərimsiz, o qədər qayğı hiss elədim də sizdən başa çıxın. Çox məni həqiqətən çox kövrəldim. Bir anlıq Şəbnəm müəllimin bayaq səsini eşidəndə siz belə danışmağınız çox sağ olun, var olun. Biz sizə nə etmişik ki, siz bizə o qədər şeylər etmişsiniz, hələ də edirsiniz. Çox sağ olun, var olun. Ülviyə xanım, sizə də deyirəm, çox sağ olun, əziyyət çəkdiniz. Həqiqətən biraz ürəyimizə belə su sərpdiniz. Xoş idi. Tərifləməklərlə baxmayın. Həqiqətən. Aydan aya ödəniş vaxtı görünən insanım. Digər müəllimlər davamlı olanın yerində olurdu. Onu hiss elətdirmədiniz də bugün siz bugün başqa cür bizə hiss elətdirdiniz ki, yəni o sizin üçün
başqa bir şeydir, biz sizin üçün başqa bir şeyik də. Tabii Çox ki sağ olun. haklısınız. Nərmin xanımın dediyinə İnsanı... razıyam. Aha, buyurun Biz Ləman. biz biz qrup yoldaşıyıq, yəni eyni qrupdayıq. Hər dəfə biz öz aramızda söhbət